Sonuncu dəfə nə zaman geyim almısınız deyə soruşduq. Sonuncu dəfə özünüzə nə zaman paltar almısınız? Çoxdan olar. Təxmini nə zaman? 2 il olar. Nəyə görə paltar almırsınız? Niyə görə almıram? Başqa qayğılarım var ona görə. Məsələn, hansı qayğılar? Ailə qayğıları, uşaqların təhsil qayğıları. Yadıma gelmiyor. Köyle vaxtı aldım, Sovetin vaxtı almışım da vallahi. Ben 20 bin paltar aldım, Sovetin paltarlardı. Yox, tələbə üçün normal deyil. Yəni bu adam 100 manat stipendiya alır. Yəni evdən nə qədər pul alır ki, yəni bu. Əgər başqa yerdə işləmirsə və qazancı yoxdursa, yox, mümkün deyil, ala bilməz. Geyimi bir dəfə alırsan, bilirsən ki, bir dəfə qarşısından aldın qutardı, amma yemək bahalaşmasın, bu produkt çox bahalaşır. Onun qədrini bilmir. Yoxsa paltar geyməmək də olar. İstəyirsən geymərsən də, elə deyil. Bir dənə sanarsın, geyərsən. Yəni vəziyyət belədir. Yəni belə desək, aylıq olaraq ən azı bir 800 plus 1000-ə yaxın maaş olmalıdır ki, ən azından ailəndən kənar özə də bir şey ayıra biləsən. Yəni indiki zamanda çox adamın zaten evi yoxdur, evsizlik daha çoxdur. Yəni bir evi əldə etmək üçün də insanların bir çoxu kirayədə qaldığına görə belə deyək də. Yəni həm kirayə pulu, həm ailə, həm övlad olduqca onun xərclər artdıqca, yəni biraz özü ayırmaq vaxtı az olur belə deyək. Qiymətlər birində heç vaxt normal olmur. Əvvəllər məsələn alırdıq 500 manata, indi alırıq 1000 manata. Hər şey qalxıb baxır, lap əladır. Noyabr ayında. Brend adına görə yaxşıdır belə. Bu cür koftalar 50 manata, 40 manata belə. O da tam brend demək olar səsini biraz bahalı gedir. Bəs razısınızmı indiki qiymətlə və yaxud da ki, əvvəllər daha mı normal idi qiymət etibarı? Yəni inflyasiyanın falan nəzərə alanda məncə qiymətlər çox pis deyil paltar şeyində, necə deyək, məhsullarında yaxşıdır, pis deyil məncə. Bəs sizcə aylıq qazancı 400 manat olan bir adamın Yox, geyinə bilməz. Sizcə Azərbaycanda insanlar kasıbdırmı yoxsa? Əlbəttə kasıbdır. Lap pis gündədirlər. Millət 400 manata, 450 manata yaşamaq əlbəttə çətindir. Yəni sama-sama çox əziyyət çəkir millət. Kimsə yaşayır, yaşayanlar var. 10-15% Azərbaycan 15% yaşayır. Yaxşı yaşayır. Münazim hər şey, hər yerdə olam görürəm, məsələn, nələr. Ancaq 80-85%-i əlbəttə vəziyyəti çox pisindədir. Millət dolanmır milləti, sürünmət yəni. 450 manata bir ay işə gedib gəlməyin, elə bunun yarısı ancaq sən bir adam həmin gedən gələn rəsoddur, bir də ki yol puludur. Evə nə aparmalıdır bu ayın başının axırında, maaş almalıdır məsələsində. Ayın axırına kimi bu adam girir borca. Kasıb təbəqə çox. Orta təbəqədə demək olar ki, çox az. Düzdür, beynəlxalq göstəricilər yəni əksin deyil, amma reallıq deyə bir şey var da. Reallıqda yəni real bir şeylər var ki, varlı təbəqə qeydə 20%, kasıb təbəqə 60%, elədi 80, 20% də orta təbəqə. Var kasıbkarı var. Bəs siz hansı təbəqəyə aitsiniz? Aşağı təbəqə. Çox çətin bir sualdır. Sizin öz fikriniz? Mənim fikrim odur ki, nə kasıbdır, nə də varlı. Var da belə orta. Kasıbı da var, varlısı da. Mən deyərdim Azərbaycanda varlı təbəqə deyənmərəm, amma orta və kasıb təbəqə var. Sizcə hansı daha çoxdur? Yəni 50-50 deyərdim, orta və kasıb olaraq. Varlı təbəqəni saymamaqla da, belə deyək. Əziz və dəyərli Kanal 13 izləyiciləri, bizi izlədiyiniz üçün təşəkkür edirik. Videonu bəyənib paylaşmağı, kanala isə abunə olmağı unutmayın.